Salamlayıram hər bir kəsi. Bugünkü çəkdiyim video nə ilə bağlıdır? Elektromobil şarj cihazlarının ev şəraitində dövrəyə qoşulması ilə bağlı. Bununla bağlı bəzi qaranlıq fikirlər yaranır yoldaşlarda, hansı ki, onlar elektromobil istifadəçisidirlər və onlar da məsləhət görüblər ki, ev şəraitində istədiyiniz elektrik cəryanı yuvasına adi vilkaya qoşub siz şarj edə bilərsiniz. O hardasa real söhbətdir, hansı hallarda? Yəni sizin qoşduğunuz dövrənin xətti, cəryan yuvası və onun qoruyucu avtomatı hər üçü komplekt bu cəryana tab gətirə bilsin. Adətən bizim məişətdə işlətdiyimiz elektrik cəryan yuvalarının böyük əksəriyyəti 10 amper olur və 10 amperli cəryan yuvasına biz 16 amper şarj cihazı qoşanda artıq orada cəryan 6 amper artıq olduğu üçün naqildə qızma baş verir, rozetkada da qızma baş verir və eyni anda da avtomata da qızaraq sıradan çıxmasına səbəb olur. Bunun üçün nə etmək lazımdır? İlk öncə dediyim tədbirlərdən biri sizin aldığınız elektrik şarj cihazının amperajını dəqiqləşdirməlisiniz. Hansı amperdədir, hansı gücdədir. Bundan sonra növbəti mərhələ sizin qoşacağınız hansı cəryan yuvası dediyimiz rozetkanın açaraq daxilində onun qeydi var. Neçə amper olduğu yazılıb. Onu baxıb dəqiqləşdirməlisiniz. Bir də ondan sonraki mərhələ həmin o elektrik cəryanı yuvasına gələn naqilin diametri 16 amper cəryana 3.5 kilovata tab gətirdiyinin dəqiqliyini bilməlisiniz. Yəni ona arxayın olmalısınız. Bir də ki, hansı mənbədən götürürsünüz, həmin mənbədə, həmin rozetkaya ayrıca qulluq eləyən, qısa qapanma cəryanı üçün işləyən ən az avtomat olmalıdır. Bundan əlavə biz bir çox orada relələr də quraşdıra bilirik. Yəni quraşdırmaq məsləhətdir. Hansı ki, zamanın müəyyən kəsiyində gərginliyin ani anda düşüb qalxması, həmin o blok pitaniya, hansı ki, o şarj aparatının blokuna müəyyən təsirləri eləyə bilər. Bu təsirlərin qarşısını almaq üçün orada əlavə gərginlik reləsi qoymalıyıq və gərginlik reləsini də belə deyim də tənzimləməliyik ki, hansı aşağı gərginlik və yuxarı gərginlikdə işə düşsün, dövrəni ayırsın. Bundan əlavə dediyimiz kimi naqilə diqqət eləməlisiniz. Naqilin indi texniki parametrlərə görə hazır cədvəllər var ki, hansı cəryana, hansı naqilin diametri uyğundur, internetdə də var. Bu təbii ki, dediyim kimi orijinal kabellərdən söhbət gedir. Yəni burada belə deyim, cəryan daşıyan naqilin damarlarının ən kəsik sahəsi, belə deyim, damarlarının sayı o həmin cəryana 16 amper 3.5 kilovata tam uyğun olmalıdır. Bundan əlavə orada bir diferensial avtomat da qoymaq məsləhətdir. Çünki istənilən dəmir gövdəli elektrik qurğularında, istər elektromobillərdə, istər digər elektrik avadanlığının dəmir gövdəsi olduğu üçün ora gərginliyin sızma ehtimalı qaçılmazdır. Yəni hansısa bir müddət sonra, düzdür, təzə maşınlardır, biz arxayınıq ki, müəyyən il bunlar yaxşı işləyir və müəyyən bir zamanda isə onun hansısa bir blokunda, daxili blokda bir problem çıxsa, o yəni gövdəyə gərginlik sızar və həmin anda da insan toxunanda o gərginlik altına düşmə ehtimalı var. Və bunun da qarşısını almaq üçün orada diferensial avtomat qoymağımız mütləqdir. Bundan əlavə bir də torpaqlama məsələsi var. Yəni ona bəzən labüd yanaşırlar yoldaşlar. Bir çox modellərdə, məsəl üçün BD-nin özündə torpaqlama cəryan yuvasına daxil olmasa, torpaqlama yəni sistemdə olmasa, orada bir qüsur kimi ekrana çıxır. Canqanın modellərində o çıxmır. Yəni bundan baxmayaraq biz mütləq ki, torpaqlamanı da eləməliyik. Yəni bu sistemin ideallığı üçün 3 dənə əsas ünsürə fikir verməliyik. Qoşacağımız cəryan yuvasının amperajını, çəkiləcək kabelə, bir də ki, onun qoruyucu sistemlərinə. Qoruyucu sistemdə dediyim kimi paket avtomatdır, gərginlik reləsidir, diferensial mühafizədir. Lazım gəlsə əlavə bir qurğu kimi ora ventilyasiya sistemi də qoymaq olar. Müəyyən temperaturda küller işə düşüb həmin o
belə deyim, soyutsun. Yəni, bu kimi sistemlərin olmağı daha da belə deyim də effektli işin nəticəsi kimi göstərə bilərik. Yəni, bununla da bağlı əlavə suallar olsa, siz orada qeyd edin, biz çalışaraq ki, o sualları cavablandıraq.